Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsindən olan elektrostatik induksiya mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Birinci slaydda bizə deyilir ki, qələmi yun parçaya sürtərək elektrikləndirmək mümkündür. Bunu biz əvvəlki dərslərimizdə keçirdik. Yüklü qələmi neytral kağız qırıntılarını yaxınlaşdırdıqda, qırıntılar qələm tərəfindən cəzb olunaraq ona yapışır. Yüklü qələmin neytral kağız qırıntılarını cəzb etməsinin səbəb nə olar? Təbii ki, əgər cəzb etmə prosesi varsa, biz deyə bilərik ki, bu cisimlər arasındakı yüklənmə əks işarəli yüklənmədir. Yəni, biri müsbət, digəri mənfi yüklənmişdir. Və bunun nəticəsində biz deyə bilərik ki, bu cisimlər arasında müəyyən elektrik qüvvəsi meydana çıxmışdır. Çünki yüklü cisimlər olduğuna görə bunlar ətrafında elektrik sahəsi yaranaraq cəzb etmə prosesinin yaranmasına gətirib çıxartmışdır. Ümumiyyətlə, elektrik yüklərin ətrafında biz demişik ki, həmişə elektrik sahəsi mövcud olur. Ona görə də elektrik yükləri olan cisimlər elektrik sahəsi vasitəsilə bir-birini cəzb edir, təsir edir. Yəni, ya cəzb edir, ya da itələyir. Deməli, iki cisim arasında elektrik cəzb etmə və ya itələmə qüvvəsinin olması həmin cisimlərin hər ikisinin elektriklənmiş olduğunu göstərir. Elektrik yükləri ətrafında dediyimiz kimi, bax, iki mənfi yük arasında itələmə, yəni eyni şarlı yüklər arasında biz itələmə qüvvəsini görə bilirik, amma müxtəlif şarlı yüklər arasında isə biz cəzb etmə qüvvəsini görə bilirik. Bu qayda zərrəciklərə də aiddir. Yəni, elektrik yükü olmasa, elektrik cəzb etmə qüvvəsi də olmaz. Yəni, baxın, bizdə məsəl yüklərdən biri neytral yük, yüksüz cisim olsa, bu zaman onlar arasında, yəni biri yüklü, biri yüksüz cisim olarsa, bunlar arasında heç bir elektrik qüvvəsi meydana çıxmır. Və bu zaman biz deyə bilərik ki, burada heç bir, yəni proton və neytron arasında elektrik qüvvəsi mövcud deyil. Neytronun elektrik yükü olmadığından onun elektrik sahəsi də yoxdur. Elektrik sahəsi olmadıqda elektrik qarşılığı təsiri də yaranmır. Lakin neytral cismə yüklü cisim yaxınlaşdırsaq, neytral cisimdə yüklərin yenidən paylanması baş verdiyinə o cəzb olunur. Yəni, biz neyi nəzərdə tuturuq? Məsələn, bilirik ki, maddələr atomlardan, atomlar isə elektronlar və nüvədən təşkil olunmuşdur. Yüklü cismi neytral cismi yaxınlaşdırdıqda, onun daxilindəki yükdaşıyıcılar müəyyən istiqamətlərə doğru hərəkət edirlər və həmin yükün əks istiqamətində olan yüklər ona tərəf cəzb olunduğuna, ona tərəf gəldiyindən bu cisim, həmin neytral cisim yüklü cisim tərəfindən cəzb olunur. Digər yüklər isə əks tərəfə hərəkət etdiyindən burada itilənmə prosesi baş verir. Gəlin, bunu daha əyani formada baxaq. Tutalım ki, biz mənfi yüklü cisim götürmüşük və bizə neytral cisim, bir də neytral cisim götürmüşdük. Biz əvvəldən görürdük ki, neytral cisimdə yüklər eyni sıxlıqda, bərabər sıxlıqda paylanmışdır. Yəni, müsbət və mənfilər bərabər sıxlıqda paylanmışdır. Əgər biz mənfi yükü neytral cismə yaxınlaşdırsaq, görərik ki, daxildə proses başqa cür gedir. Yəni, bura mənfi müsbətə cəzb etdiyindən müsbətlər mənfiyə doğru yönəlir. Lakin mənfi mənfini itələdiyindən mənfi yüklər onun əks tərəfinə doğru gedir. O da onu göstərir ki, müəyyən müddətdən sonra həmin yüklü cisim neytral cismə cəzb olunur. Həmçinin biz bunu müsbət yüklənmiş cisimdən də apara bilərik. Müsbət yüklənmiş cismi neytral cismə yaxınlaşdırsaq, bilirik ki, müsbət mənfini cəzb edir. Bu zaman neytral cisimdəki mənfi yüklər müsbətə tərəf hərəkət edəcək. Amma müsbəti itələdiyindən, müsbət yüklər isə əks tərəfə doğru sağa tərəf hərəkət edəcək. Yəni, burada onu göstərir ki, neytral cisimdə yüklərin yenidən paylanması baş verdi. Ümumiyyətlə, neytral cismin toxunma olmadan yüklü cismin təsiri ilə elektriklənməsi induksiya ilə elektriklənmə adlanır. Naqillərdə elektrostatik induksiya necə baş verir? Gəlin bir də baxaq. Əslində, bayaq dediklərimiz eyni ilə təkrarlanır. Yəni, biz hər hansı bir müsbət yüklü cismi, ebonit çubuğunu metal cismi yaxınlaşdırdıqda, onun yaxınlığındakı yüklər həmin yüklü cisimlə əks işarəli olur. Amma uzağındakı cisimlər isə onunla eyni işarəli yüklər olur. Ona görə də burada belə çıxır ki, burada yüklərin yenidən paylanması baş verdi. Yəni, şəkildə də görürsünüz. Əvvəldən neytral cisimdə yüklər qarma-qarışıq idi. Lakin biz elektrostatik induksiya baş verdiyi halda bu zaman müsbət yüklü cismə mənfi yüklər yaxınlaşır.
amma müsbətlər ondan uzaqlaşır. Baxın, bir də şəkildə görə bilirsiniz. Yəni biz müsbətə yaxınlaşdırırsa, müsbətə mənfilər yaxınlaşır. Müsbətdən müsbətlər isə uzaqlaşır. Yəni daxilindəki ona eyni işarəli yüklərsə ondan uzaqlaşır. Dielektriklərdə elektrostatik induksiya naqildəkinə bənzəyir. Biz bilirik ki, dielektriklərdəki elektrik yük daşıyıcıları hərəkət etmir, bağlı yüklərdir. Bu zaman onların daxilində heç bir hərəkət baş vermir. Sadəcə həmin dielektrikin özü müəyyən istiqamətə doğru hərəkət edir. Əgər biz müsbət yük yaxınlaşdırmışıqsa, daxildə hansı tərəfdə mənfi yük vardırsa, həmin dielektrik həmin tərəfə çönür ki, həmin tərəfə fırlanır ki, bu mənfi yüklər müsbət yüklərə tərəf yaxınlaşmış olsun. Amma daxildə, yəni biz dielektrikin daxilində heç bir yük daşıyıcının sağa və sola hərəkət etdiyini görə bilmərik. Yəni bu zaman cismin özü hərəkət edir. Daxilindəki yük daşıyıcılar heç biri hərəkət etmir. Belə bir bizə tapşırıq verilmişdir. Bizdə ştativ, nazik ip, metal çubuq, plasmas çubuq, 2 yun parça verilmişdir. Və bizə deyilir ki, metal çubuğu şəkildəki təsvir olunduğu nazik iplə ştativdən asıblar. Plasmas çubuğu metal çubuğun uc hissəsinə yaxınlaşdırın, müşahidə etdiyiniz hadisəni qeyd edin. Plasmas çubuğu yun parça ilə sürtün və sürtdüyünüz hissəni metal çubuğa yaxınlaşdırın, ancaq toxundurmayın. Bu halda da müşahidə etdiyiniz hadisəni təyin edin, qeyd edin. Məsəl üçün, birinci halda bizdən soruşulur ki, plasmas çubuğu yun parçaya sürtmürük və metal çubuğa yaxınlaşdırırıq. Bu zaman müşahidə olunan hadisənin səbəbi nədir? Biz bilirik ki, əgər biz plasmas çubuğu elektrikləndirmiriksə, hər iki çubuq, həm metal çubuğu, həm plasmas çubuğu elektroneytral cisimlər hesab olunur və nəticədə, yəni burada heç bir yük artırlığı olmadığından bu cisimlər arasında heç bir elektriklənmə prosesi baş verməyəcək. Yəni nə cəzb etmə, nə də itiləmə prosesi baş verir. Lakin biz plasmas çubuğu yun parçaya sürsək, bu zaman burada elektriklənmə prosesi baş verəcək. Biz əvvəlki dərslərimizdə keçmişik. Əgər biz plasmas çubuğu yun parçaya sürsək, bu zaman elektriklənmə cədvəlinə fikir verməliyik. Şəkildə də görürsünüz ki, plasmasla yun parça arasında sürtünmə nəticəsində yun parça müsbət yüklənir, plasmas isə mənfi yüklənir. Yəni bizdə yun parça müsbət yüklənmiş olacaq, plasmas isə mənfi yüklənmiş olacaq. Sonra biz plasmas çubuğu yaxınlaşdırırıq metal çubuğa. Metal çubuq əvvəlcədən elektroneytral idi. Yəni burada müsbət və mənfi yüklərin miqdarı bərabər idi. Sadəcə biz plasmas çubuğu metal çubuğa yaxınlaşdıran zaman onun yaxınlaşdırılan hissəsi müsbət olacaq. Çünki bilirik ki, biz yaxınlaşdıran zaman elektrostatik induksiya hadisəsi baş verəcək. Yəni biz tutalım ki, bu hissədən yaxınlaşdırırıqsa, bu tərəfində müsbətlər yaranacaq, yəni yaxınlaşdıran hissədə. Amma əks tərəfində isə, yəni digər tərəfində isə mənfi yüklər yaranacaq. Bu zaman biz deyə bilərik ki, burada elektrostatik induksiya hadisəsi baş verir. Yəni metal çubuğun daxilində yüklərin yenidən paylanması müşahidə olunur. Keçək digər hala. Sürtünmə ilə elektriklənmə zamanı biz bilirik ki, elektronlar bir cisimdən digər cismə keçir. Bu zaman cismin yükü dəyişir. Yəni biz burada deyə bilərik ki, sürtünmə ilə elektriklənmədən sonra cismin yüklərində miqdarında dəyişiklik baş verir. Ya müsbət yüklərin miqdarı çox olur, ya da mənfi yüklərin miqdarı çox olur. Amma induksiya ilə elektriklənmə zamanı yüklər cisim daxilində hərəkət edir və ya ümumi yüklərin miqdarında dəyişiklik baş verir. Plasmas qələmi sürtünmə ilə yükləndikdən sonra kağız qırıntılarının yaxınlığına gətirdiyimizi təsəvvür edək. Yüklü qələmin elektrik sahəsinin qırıntılarını təsir edərək induksiya ilə elektrikləndirir. Nəticədə kağız qırıntıları qələm arasında elektrik qarşılığı təsiri yaranır və kağız qırıntıları qələmə yapışır. Bir müddət sonra yapışdıqdan sonra bunlar arasında yüklərin yenidən paylanması, yəni yüklərin keçidi baş verir. İki cismi bir-birinə toxunduğumuz zaman bir cisimdən digər cismə yüklərin keçidi baş verdiyindən bu proses o vaxta kimi davam edir ki, hər iki cisim neytral hala gəlsin. Neytral hala gəldikdən sonra həmin kağız parçacıqları yenidən ondan qopara, qələmdən qopara aşağıya doğru hərəkət edir. Digər tapşırıqda bizə deyilir ki, şəkildə müsbət yüklü cisim və neytral elektroskop təsvir
yoxdur. Cismin elektroskopun başlığını yaxınlaşdırsa nə baş verər? Gəlin baxaq. Yəni bizdə əvvəlcə elektroskop neytraldır. Yəni burada müsbət və mənfi yüklərin miqdarı eynidir. Biz müsbət yüklü cismi yaxınlaşdıran zaman burada elektrostatik induksiya hadisəsi baş verir. Yəni müsbətə əks olunan yüklər, yəni mənfi yüklər ona tərəf hərəkət edir. Lakin müsbət yüklər, yəni əks şarlı yük, eyni şarlı yüklər isə aşağıya doğru gedir, vərəqlərə doğru gedir. Və bu zaman burada yüklərin vərəqlərdə müsbət yüklərin miqdarı artdığından vərəqlər bir-birindən get-gedə uzaqlaşır. Və bu proses nəticəsində də vərəqlərin bir-birinə uzaqlaşması, yəni itələnməsi hadisəsi baş verir. Gəlin digər tapşırığa baxaq. Tutalım ki, mənfi şarlı yükü biz yaxınlaşdırmışıq neytral cismə. Daha sonra bir müddət sonra həmin cismi, yəni neytral cismi hər hansı bir naqillə keçirici cisimlə toxundururuq. Bizdən soruşulur ki, nə baş verər? Neytral cisim dedikdə yenə nəzərdə tutaq ki, bizim müsbət və mənfi yüklər qarma-qarışıq şəkildə paylanmışdır. Biz mənfi yüklü cismi yaxınlaşdıran zaman, yəqin ki, görürsünüz, onun əks şarlı yüklər, müsbətlər ona tərəf yönələcək, mənfilər isə əks tərəfə yönələcək. Əgər biz naqillə birləşdirsək, naqillə tutalım ki, yerlə birləşdirmişik və burada mənfi yüklər naqil keçirici olduğundan, keçirici maddə olduğundan, burada mənfi yüklər naqillə aşağıya doğru, yəni yerə doğru hərəkət edəcək. Bir müddət sonra görəcəyik ki, burada mənfi yüklərin miqdarı azalır, müsbət yüklərin miqdarı isə artır. Və nəticədə bizim əvvəldən götürüldüyümüz neytral cisim müsbət yüklənmiş olur. Çünki burada müsbət yüklərin miqdarı çoxdur, mənfi yüklərin miqdarı isə azdır. Digər tapşırığa baxaq. Mənfi yüklü cisimləri əks tərəfdən neytral A cisminə yaxınlaşdırsaq nə baş verir? Neytral cisimdə dedik ki, müsbət və mənfi yüklərin qarma-qarışıq şəkildə formalaşmışdır, yəni yerləşmişdir. Biz bunu əgər yaxınlaşdırsaq, mənfi müsbətə cəzb etdiyinə bunun daxilindəki yüklər yenidən paylanacaq. Yəni bir tərəfində, sol tərəfində müsbətlər, sağ tərəfində də müsbətlər olacaq. Lakin daxilində mənfi yüklər birləşəcək. Mənfini itələdiyindən mənfilər ortaya doğru gələcək, müsbətlər isə kənarlara doğru hərəkət edəcək. Keçək digər tapşırığa. Şəkildə təsvir olunmuş çubuqlar elektrik qüvvəsinin təsiri ilə bir-birinə təsir edir. İpdə asılmış çubuqlardan hansı induksiya ilə yüklənmiş ola bilər? Ümumiyyətlə, induksiya ilə elektriklənmə zamanı biz görürdük ki, neytral cisimdə ona əks şarı olan yüklər həmin yüklü cismə doğru hərəkət edirdi. Eyni şarlı yüklər isə ondan uzaqlaşırdı və nəticədə neytral cisimlə yüklü cisim arasında cəzb etmə qüvvəsi meydana çıxırdı. Əgər induksiya ilə elektriklənmə zamanı cəzb etmə qüvvəsinin meydana çıxdığını nəzərə alaraq deyə bilərik ki, burada B halında mümkündür. Yəni B halında elektrostatik induksiya hadisəsi baş vermişdir və nəticədə yüklü cisimlər arasında cəzb etmə prosesi yaranmışdır. Cəzb etmə halı baş vermişdir. Çünki cavab bizdə B variantı olacaq. Digər tapşırıqda ipdən asılmış neytral metal çubuq şəkildə təsvir olunduğu kimi induksiya ilə elektriklənmişdir. Onun elektrik yükü nəyə bərabərdir? İnduksiya ilə elektriklənmə zamanı yəqin ki, yadınızdadır. Biz mənfi yüklü cismi neytral cismə yaxınlaşdırmışıq və bu zaman müsbətlər mənfiyə doğru hərəkət edib, mənfilər isə ondan uzaqlaşmışdır. Neytral cisim nəzərdə tuturuqsa, bu o deməkdir ki, burada müsbət və mənfi yüklərin miqdarı eynidir. İnduksiya ilə elektriklənmə zamanı sadəcə yüklərin hərəkəti, daxildə hərəkəti baş verdiyindən, yəni yük keçidi baş vermədiyindən, biz yenə də deyə bilərik ki, bu prosesdən sonra, yəni induksiya ilə elektriklənmə prosesindən sonra neytral cisim neytral olaraq qalır. Çünki burada heç bir yüklərin miqdarında dəyişiklik baş vermir. Yenə də müsbət və mənfi yüklərin miqdarı eyni olduğundan deyə bilərik ki, neytral cisim elektrostatik induksiya hadisəsindən sonra yenə də neytral cisim. Yəni yükü sıfıra bərabərdir. Ümumi elektrik yükü sıfıra bərabərdir. Şarı parça ilə sürtdükdə elektriklənir. Elektriklənmiş şar divara yaxınlaşdıqda divara yapışır. Bu hadisəni izah edir. Əgər biz elektrikləndirmişiksə, biz divar neytral qəbul edirik.
neytral qəbul edən zaman, biz yüklü cismi yaxınlaşdıran zaman burada elektrostatik induksiya hadisəsi baş verir. Bu zaman divarda şar görürük ki, mənfi yüklənib. Şara əks şarı olan müsbət yüklər ona yaxınlaşır. Mənfi şarı yüklərsə oradan uzaqlaşır. Bunun nəticəsində həmin neytral cismin həmin hissəsi ilə şar arasında cəzb etmə qüvvəsi yaranır və nəticədə şar divara cəzb olunur. Təbii ki, cəzb olunduqdan sonra bir müddət sonra toxunan anda artıq bunlar arasında elektronların keçidi baş verəcək. Yəni harda elektron sayı çoxdursa, təbii ki, biz görürük şarda elektronların sayı çoxdur. Elektronlar şardan divara doğru hərəkət edəcək. Bir müddət sonra şar neytrallaşacaq. Neytrallaşdığından şar bir müddət sonra yerə düşəcək. Növbəti tapşırıqda bizə deyilir ki, dielektrik dayaq üzərində 1 və 2 metal lövhələr paralel yerləşdirilir. Bir lövhəsinin yaxınlığına müsbət yüklə elektriklənmiş metal kürəcik gətirilir. Bizdən soruşulur, lövhələrdə elektrik yükü necə paylanar? İki lövhəsinin AB hissəsində hansı yüklə elektriklənər? Yaxınlaşdırsaq, yəni belə hal müşahidə olunacaq. Yəni ona yaxın istiqamətdə mənfi yüklər, ondan uzaqda müsbətlər. Müsbət də mənfini cəzb etdiyindən burada da yenə mənfilər yaranacaq. Onun uzağında isə müsbət yüklər yaranacaq. Burada yenə də biz elektrostatik induksiya hadisəsini müşahidə edirik və nəticədə deyə bilərik ki, iki lövhəsinin AB hissəsi müsbət yüklənmiş olur. Öyrəndiklərinizi yoxlayın da deyilir ki, induksiya ilə yüklənmə necə baş verir? Biz dərsimiz boyunca biz bu haqda danışdıq. Dedik ki, induksiya ilə elektriklənmə adətən neytral cisimlə yüklü cisim arasında baş verir. Əgər biz yüklü cismi neytral cismi yaxınlaşdırsaq, neytral cisimdə əvvəldən əgər yüklər qarma-qarışıq yerləşmişdirsə, yüklənmə nəticəsində neytral cisimdə yüklər yüklü cismə doğru hərəkət edir. Yəni əgər biz müsbət yaxınlaşdırmışıqsa, mənfi yüklər müsbətə tərəf hərəkət edir, daxilindəki mənfi yüklər isə uzaqlaşır. Əgər biz neytral cismə mənfi yüklü cisim daxil etmişiksə, bu zaman müsbət yüklər neytral cisim daxilində olan müsbət yüklər mənfi yükə doğru hərəkət edir, amma mənfi yüklər isə ondan uzaqlaşır və nəticədə bu cisimlər arasında cəzb etmə prosesi yaranır. İkinci tapşırıqda deyilir ki, şəkildəki mənfi yüklü cismin neytral elektroskop təsvir edilmişdir. Cismi elektroskopun baxışlığına yaxınlaşdırsaq nə baş verər? Təbii ki, biz mənfini yaxınlaşdırırıqsa, tutalım ki, bizdə mənfi cisim buradadır. Yaxınlaşdıran zaman biz bilirik ki, mənfi müsbətə cəzb olunduğundan, onun başlığında müsbət yüklər yuxarıya doğru gələcək. Yəni, bunun daxilindəki mənfilər aşağıya doğru hərəkət edəcək. Yəni, biz bilirik ki, yalnız elektronların hərəkəti baş verir və elektronlar aşağıya doğru hərəkət etdiyindən, aşağıdakı vərəqlərdə elektronların sayı artdığından, vərəqlər artıq aralanacaq, yəni uzaqlaşacaq bir-birindən və nəticədə deyə bilərik ki, elektroskopun başlığı müsbət yüklənəcək, vərəqlər isə mənfi yüklənərək bir-birindən uzaqlaşacaq. Digər tapşırıqda deyilir ki, mənfi yüklənmiş cisim neytral cismə yaxınlaşdırılır. Bu zaman neytral cisim daxilində hansı zərrəciklər yerini dəyişir? Bu zaman deyə bilərik ki, burada yerini dəyişən cisimlər protonlar və elektronlar olacaq. Protonlar mənfi yüklü cismə tərəf yönələcək, amma elektronlar isə ondan uzaqlaşacaq. Cavab B və Y variantı. Sonuncu tapşırıqda deyilir ki, müsbət yüklü cismi müsbət yüklü elektroskop təsvir edilmişdir. Cismi elektroskopun metal kürəciyinə yaxınlaşdırırıq. Nə baş verir? Yaxınlaşdıran zaman nə baş verir və cavabınızı əsaslandırın. Yaxınlaşdıran zaman biz görə bilərik ki, müsbət mənfiyə cəzb olunduğundan, onun daxilindəki elektroskopda mənfi yüklər başlığa tərəf hərəkət edəcək. Mənfi yüklər başlığa tərəf hərəkət etdiyindən, müsbət yüklər isə aşağıya doğru hərəkət edəcək. Yəni biz deyə bilərik, yuxarıya doğru mənfi yüklər hərəkət edəcək, aşağıya doğru isə müsbət yüklər hərəkət edəcək. Müsbət yüklər hərəkət etdiyindən biz deyə bilərik ki, vərəqlərdə müsbət yüklərin miqdarı artacaq. Müsbət yüklərin miqdarı artdığından vərəqlər get-gedə bir-birindən uzaqlaşacaq.
və nəticədə elektrostatik induksiya hadisəsi baş verir. Bugünkü dərsimizdə biz sizinlə elektrostatik induksiya hadisəsi ilə tanış olduq. Öyrəndik ki, elektrostatik induksiya neytral cisimlə yüklü cisimlər arasında baş verir və burada neytral cisimdə yüklərin yenidən paylanması baş verir. Əgər neytral cisim əvvəldən yüklər qarma-qarışıq şəkildə birləşmişdirsə, bu hadisədən sonra onların yüklər müəyyən istiqamətlərə doğru hərəkət edərək yenidən paylanma baş verir və nəticədə neytral cisimlə yüklü cisim arasında cəzbetmə qüvvəsi çıxır. Bunu nəzərə alaraq dərsimizdə biz sizinlə bunlara aid bəzi məsələlərə baxdıq, bəzi tapşırıqlar işlədik və bu tapşırıqlar sayəsində dərsi daha mükəmməl öyrəndik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.